Salam əziz şagirdlər, əziz balalar. Demək, trigonometriya qədim Yunan sözdür. Trigonun üçbucaq, metron, ölçmə deməkdir. Baxaq, birbaşa keçək trigonometrik nisbətlərə. Bax, iti bucağın, sinus bu bucağın qarşısındakı katetin hipotenuza nisbətinə deyilir. Məsələn, yazıram sinus. Sinus bucaq A yazmaqdansa, sinus alfa yazıram. Buraya yazıram alfa. Buraya yazıram beta. Burada 90 dərəcə. Orada indi böyük hərflərlə verib, kiçik hərflərdən sizə başa salım. Hipotenuza C götürürəm. Katetin baxın, bu birini A götürürəm. Bu biri AC katetini də B götürürəm. Sinus alfa. Bax, nə verilir bu arada? Sinus alfa bərabər. Qarşı katet belə hipotenuz. Baxın, bu alfanın qarşısındakı katet hansıdır? A'dır, düzdürmü? Bax, A. Bölürəm hipotenuza, yəni C-yə. Olur nə? A bölünsün C. İndi kosinus alfanı yazmaq istəyirəm. Yenə qarşı kosinus alfa bitişik katet bölü hipotenuz. Baxın, alfaya bitişik katet bax B'dir. Bax, bu B kateti alfa bucağına bitişikdir. B'ni bölürəm nəyə? Hipotenuza, C-yə. İndi tangens alfa nədir? Tangens alfa qarşı bölünsün bitişik katet. Bax, yəni alfanın qarşısındakı katet. Baxın, bu A'dır. Alfaya bitişik katet isə B'dir. Vəssalam. Bu da oldu belə. İndi baxın. Bəlkə indi biz buradan sinus bettanı tapmağı öyrənək. Bax, yenə başlayaq. Bura betta bucağı olsun. Bura alfa olsun. Bura 90 dərəcə. Buranı A götürək. Buranı B, buranı C. Sinus beta kosinus beta tangens beta. Sinus beta qarşı kateti bölürəm nəyə? Hipotenuza. Yəni burada yazılan yaxşı. Bax, bettanın qarşısındakı katet B'dir. B tərəf. Bölürəm hipotenuz. Hipotenuz C. B böl C. Kosinus beta. Bitişik. Bölünsün nə? Hipotenuz. Beta'ya bitişən katet A'dır. A budur. Bunu bölürəm hipotenuza. A böl C. Tangens beta nəyə bərabərdir buradan? Qarşı bölünsün bitişik. Bettanın qarşısındakı rəngi dəyişdirək, rahat görsün. Bax, bettanın qarşısındakı B'dir. Beta'ya bitişik katet A'dır. Vəssalam. Bu da belə. İndi keçək çalışma həllərinə. Nömrə 1. Üçbucaq ABC və A1, B1, C1 tərəf əlamətinə görə oxşar üçbucaqlardır. A1 deməli bucaqlarının sinus, kosinus və tangensini tapın. Baxın, burada A bucağına alfa, birisine də beta yazaq, işimiz rahat olsun. Sinus alfa bərabər qarşı bölünsün hipotenuz. Alfanın qarşısındakı tərəf hansıdır? 4. Hipotenuz 5. 4 böl 5. Kosinus alfa bərabər alfaya bitişik böl hipotenuz. Alfa bucağına bitişik bax bu 3'dür. Hipotenuz da 5'dir. 3 böl 5. Tangens alfa qarşı bölünsün nə? Qarşı katet böl bitişik katet. Alfanın qarşısındakı katet bax budur. Bitişik katet ise budur. İndi bu birisine baxaq. Sinus beta. Bunu bucaq A1 belə də yaza bilərik. Beta da yaza bilərik. İndi istəsəniz bucaq A1 yazın. Belə deyə çaşamalısın. Bunu bu cür yazım geçsin deyə. Bir dənə belə qeyd edeyim geçsin. De beta. Bunun qarşısındakı katet hansıdır?
8 bölünsün 10. Qarşı katet bölü hipotenuz. İxtisar 7 olur nə? 5'te 4. Baxın. Eyniləşdi. Eyni cavablar. Bucaqlar eynidirsə, həmin bucaqların sinusu, kosinusu, tangенsi hamısı bir-birinə bərabər olur da. Yəni birinin sinusu o birinin sinusuna, birinin kosinusu o birinin kosinusuna, birinin tangensi o birinin tangensinə. Kosinus bucağı birinin bet də yazım rahatçılıq olsun. Bitişik katetin hipotenuza nisbəti 6 bölü 10 ixtisar gedir. Olur 5'te 3. Tangens bettanı götürək. Qarşı katet böl bitişik katet. 8 bölü 6 ixtisar gedir 3'te 4. Bəli. Tapdıq və deyirik ki, oxşar üçbucaqlarda uyğun bucaqların sinusu, sinus, kosinus və tangensləri bir-birinə bərabərdir. Demək, üçbucaq verilib. Üçbucağın tərəfləri demək, bura 5 santim, bura 13 santim, bu 12 santimetr verilib. Bizə deyir, A bucağı ilə B bucağının sinus, kosinus, tangensini tapaq. A bucağına alfa yazaq, B bucağına beta yazaq. Sinus alfa rahatçılıqla. Qayda necədir? Qarşı katet böl hipotenuz. Bax, alfanın qarşısındakı budur. Alfanın qarşısındakı bax budur. Hipotenuz isə budur. Olur 5 bölü 13. İndi kosinus alfanı tapmaq. Bitişik katet böl hipotenuz. Alfaya bitişik nədir? Bu 12'dir. Hipotenuz neçədir? 13'dür. Məsələn, tangens alfa nəyə bərabərdir? Bitişik, qarşı böl bitişik. Bu alfanın və alfa. Qarşındakı budur, bitişik isə budur. 5 bölü 12. İndi B mənlinə baxaq. Sinüs beta burada nəyə bərabərdir? Beta qarşısındakı katetin hipotenuza nisbəti. 12 bölü 13. İndi kosinus beta. Yəni hər dəfə baxın bu qayda. Baxın. İti buzağın kosinusu bu buzağa bitişik katetin hipotenuza nisbətinə deyinir. Deməli beta'ya bitişik katet budur 5. 5'i bölerim hipotenuza, yəni 13'e. Tangens beta nəyə bərabərdir? Tangens beta. Bu beta'nın qarşısındakı katetin bölürəm bitişik katete. 13 böl 5. İki onda 6. Demək, bu üç bucaqdan istifadə etməklə 45 dərəcəli bucağın sinus, kosinus və tangensini tapaq. Sinus alfa nəyə bərabərdir? Qarşı katetin, məsələn 45'in qarşısındakı katetin hipotenuza nisbəti 1 bölü kökətdə 2'yə. Sürət məxrəcimi onun kökdə 2'yə vursaq, olur kökdə 2 bölünsün 2. Kosinus 45 yenə. Baxın 45'e bitişik katetin, yəni 1'in hipotenuza nisbəti olur 1 bölünsün kökətdə 2. Bunu da tapdıq. Yəni bunda sürət məxrəcini kökdə 2'yə vursaq olur kökdə 2 bölünsün 2. Tangens 45 dərəcə. 45'in qarşısındakı katetin bitişik kateti 1 böl 1. Bərabər olur 1'ə. Nömrə 4'ə baxaq. Otuz dərəcə, 60 dərəcə, 90 dərəcə. 30'un qarşısındakı 1, 60'ın qarşısındakı kökdə 3, 90'ın qarşısında da 2 olur. Bu nisbət. Əvvəllərdə bunu keçmişsiniz. Demək biz burada sinus 30'u tapaq. Baxın bura. Demək yazıram sinus. Buradan yazaq. Sinus 30, kosinus 30, tangens 30 dərəcə. Sinus 30 dərəcə nədir? Qarşıdakı katetin hipotenuza nisbəti. 1 bölü 2. Kosinus 30. Kosinusa bitişik katetin hipotenuza nisbəti. Üzrü sayın. Tangens 30'da isə
Qarşı katetin bitişik katetin nisbəti. 1 böl kökdə 3. Gəlin belə yazaq. İşimizi biraz bərabər 1 böl kökdə 3 biraz böyük yazaq. Bunu surət məğrəcin kökdə 3'ə vursaq olur. Kökdə 3 böl kökdə 9. Kökdə 3 böl 3. Bu da oldu tan 130. İndi digərlərinə baxaq. Deməli sinus bir dəqiqə. Sinus 60 dərəcə, kosinus 60 dərəcə, tan 160 dərəcə. Sinus 60 dərəcə qarşıdakı katetin, yəni kökdə üçün hipotenuza nisbəti. Demək, bura 1, bura kökdə 3, bura 2. Deməli, kosinus 60 dərəcə. Bitişik katetin kosinus 1'in hipotenuza nisbəti. 1 böl 2. Tan 160 dərəcə isə 60'ın qarşısındakı katetin bitişik katetin nisbəti. Kökdə 3 böl 1, o da eləyir kök altda 3. Bu da belə tapıldı. Demək, səbinə deyir ki, bu üçbucaq DEF-də D bucağın sinusu üçbucaq ABC-də A bucağın sinusundan böyükdür. Baxın bura. Səbinə səhv eləyir. Səbinənin başına daş düşməsin. Deməli, bucaq A 37 dərəcədir. Sinus bucaq A olur sinus 37 dərəcə. Sonra bucaq D, bunu da verib 37 dərəcə. Sinus bucaq D sinus 37 dərəcəyə bərabərdir. Demək, buradan anılır ki, bucaq A bərabər bucaq D-yə. Onların sinusları da eyni olur. Yəni, sinus bucaq A bərabər sinus bucaq D-yə. Demək, iti bucağın sinus və ya kosinusu birdən böyük ola bilərmi? Əvvəl buna baxaq. Yazıram burada alfa, sinus alfa bərabər. Qarşı katetin hipotenuza nisbəti düzdür? A böl C. Kosinus alfa bərabər B böl C. İndi baxırıq ki, A C-dən kiçikdir. Sözü ki, katet hipotenuzdan kiçikdir, görünür də. Bu perpendikulyardır. Belə götürək. Bu da maildir də. Hipotenuz katetdən böyükdür. Yəni, A da C-dən kiçikdir. B də C-dən kiçikdir. A böl C düzgün kəsirdir. O zaman 1'dən kiçik olacaq. B böl C də, yəni B C-dən kiçikdirsə düzgün kəsir olur. C də, bu da 1'dən kiçikdir. İndi burada A da B də naturada olmaz. Məsələn, kökaltı ifadə nə olar? Çevrilər olar, məsələn, həqiqətdə. Əsas odur ki, surət məxrəcdən kiçikdirsə, deməli, cavab 1'dən kiçikdir. Sözsüz ki, burada hər ikisi müsbətdir, sıfırdan da böyük olacaqlar. Bu öz yerində, kosinusdan bu formatda. İndi baxıram, tangens alfa. Tangens alfa qarşı katetin bitişik katetin nisbətidir. Baxın bura, məsələn, belə çəkirəm. Burada A, bu da B. Şəkildən göründüyü kimi elə çəkdim ki, A B-dən kiçik oldu. A B-dən kiçik oldusa, bu ifadə 1'dən kiçik oldu. Bəli. İndi eləsinə baxaq ki, A B-yə bərabər olsun. Şəkil yaxşı anlamadı. Hər ikisi eyni olsa, alfa. Tangens alfa. Elə A-nı bölürəm A-ya, eləyir 1. Düzdür? 1'ə bərabər oldu. Deyir, ola bilərmi?
Birdən kiçik oldu. 1'ə bərabər də oldu. İndi bir dənə başqasını çəkək. A ədədi B-dən böyükdür şəkildə göründüyü kimi. A böyükdürsə B-dən. Tangens alfa yenə qarşı katetin bitişik katetin nisbətidir. A əgər B-dən böyüksə bu kəsirin cavabı nədir? 1'dən böyük olacaq. Deyib, ola bilərmi? Bəli, vəssalam. Keçək nömrə 8-ə. Görək. Nömrə 8-də bizim üçün hansı sürprizlər var? Birinci. Tangens bucaq A bərabər 4/3. Tangens bilirik ki, qarşı katetin bitişik katetə nisbətidir, düzdür? Elə çəkirəm ki, üç bucağı. Qarşıdakı katet məsələn 4 cm olsun və ya 4 dam olsun. Bitişik katet 3 dam olsun. Pifaqor ədədlərinə görə bura olacaq 5. Belədir, 3 bucağı qurduq artıq. Yəni bu parçaları buradan birləşdirib 3 bucaq qurduq, yəni bu 2 dənə parçanı. Bunu qurduq. Sonra ikincidə bu birinci deyək. Birinci idi. İndi ikincini yazaq. Sinus bucaq A bərabər 5/3. Sinus alfa bilirik ki, qarşı katetin hipotenuza nisbəti, üzrü sayın. Bu birisində bir dənə biraz da geniş verək. Bu 5'i hardan aldıq biz? 5'i. Pifaqor ədədlərdə 3'ün kvadratı üstəgəl 4'ün kvadratını tapıram. Katetlərin kvadratları cəmi. Olur 9 üstəgəl 16. Bu da olur 25. 25'dən nə kök çıxır? 5. Əssalam. Burada cavab oldu 5. Yəni hipotenuz oldu 5. Bizdən sinus alfanı istəsəydi 4/5 yazmalıydıq. Amma indi bizdən sinus alfa bərabər 5'də ölçü verib. Demək hipotenuzu 5 götürməliyik. Kateti 3 götürəcəyik. Diqqət edin bura. Burada bir dənə ABC-ni yazaq. Bura qarşıdakı katet. Əvvəl belə deyək də. Bunu siz elə başlasam rahat yazasınız. Düz bucağı üst bucaq götürürəm əvvəl. Baxın bura. Buranı götürürəm 3 dama, düzdür. Hipotenuz 5 olması üçün digər katet 4 olmalıdır. Yuxarıda o izahdan dedi, digər katet 4 olanda hipotenuz avtomatik 5'ə bərabər olur. Və sonra burada A bucağı yazırıq. A hərfi yazırıq. 3 bucağı qurduq. İndi burada tam dəqiq alınmır. Dəftərdə damasında tam dəqiq alınır. Üçüncüyə baxaq. Kosinus alfa bərabər 5/3'də, düzdürmü? Kosinus bitişik katetin hipotenuza nisbətidir. Bitişik böl hipotenuz. Bitişik kateti 3 dama götürürəm. Bura 3. Qarşı katet 4 olmalıdır ki, Pifaqordan. Hipotenuz 5 alınsın. Məssalam. Burada oldu A bucaq. Bu da oldu bu cür. 9-cu. Şəkildə verilənlərə görə düzbucaqlı üçbucağın iti bucaqlarının sinus, kosinus və tangensini tapın. Tapaq. Yəni nömrə 9. Pifaqor ədədlərinə görə bir katetlər 15 və 20-ci hipotenuz olacaq 25. Əziz şagirdlər, baxın, gəlsin birinci Pifaqor ədədlərini öyrənin. Ondan sonra məsələn bu çalışmanın işləyində ki, rahat olsun. Pifaqor ədədlərinin adı sizə bir balaca da mən burada biraz izah verəcəm. Diqqət edin buna. Pifaqor ədədləri nədir? Məsələn 3, 4, 5. Əgər 3'ün kvadratı üstəgəl 4'ün kvadratı bərabər 5'in kvadratı eləyirsə, bu 3, 4, 5 Pifaqor ədədidir. Baxın, həqiqətən edir. 9 üstəgəl 16, 25 eləyir. Məsələn, yazıram 6, 8, 10. 6'nın kvadratı ilə 8'in kvadratını toplayın, eləyir 100, 100'dən də kök çıxır. O da eləyir 10'un kvadratı, bu cür deyək. Baxın, buradakı 15, 20, 25. Bu ikisinin kvadratlarını cəmi toplasaq bunu verir.
Neyse, bu formada devam edeyim. Bir tane de diyeyim size. Mesela katetin biri 1 olsun, biri 2 olsun. Düz değil mi? Üçüncü katet tapmak için neydi? Pifagor ədədləri. A kvadrat üstə gəl B kvadrat olur da bu. 1'in kvadratı üstə gəl 2'nin kvadratı. O deyil kök atdı 5. Deməli, digəri olacaq kökdə 5'ə. Kadetləri veriləndə hipotenuz bu formada tapılır. İndi şəkil təzədən çəkək yazaq. İndi iti bucaqları sinüs, kosinüs və tangens tapaq. Buraya yazıram alfa, buraya yazıram beta. Sinüs alfanı tapaq. Qarşı katetin hipotenuzə nisbəti. Alfanın qarşısındakı katet budur. 20/25. Bu eləyir 5'də 4 ixtisar 7. Kosinüs alfa nəyə bərabərdir? Bitişik alfaya, bitişik katetin hipotenuzə nisbəti. 15/25. 5'də 3. Tangens alfa nəyə bərabərdir? Alfanın qarşısındakı katetin bitişik katetin nisbəti. 20/15 ixtisar gedir. 4/3 və yaxud 1/3'də 1. Şəkli yenidən çəkək. Deyəm, onu düzəldim. RTS 15/20/25. Bayaq indi buranı tapaq. Beta. Sinüs beta. Qarşı katetin bitişik katetin hipotenuzə nisbəti. 15'i bölürəm 25'e. 15'i bölürəm 25'e. Nə eləyir? 5'də 3. Kosinüs beta. Beta bitişik katetin, yəni 20'nin hipotenuzə nisbəti. 20/25 ixtisar gedir olur. 5'də 4. Tangens beta nəyə bərabərdir? Beta'nın, yəni qarşısındakı katetin bitişik katetin nisbəti. 15'in 20'ye nisbəti. İxtisar gedir olur 4'də 3. Bu da belə. Bunun ikincisini biraz rahat yolla yazaq. Demək, hipotenuzu verib 10. Katetin birini verib 6. Pifagor ədədlərinə görə digər katet olacaq 8. Və yaxud bura bir dənə A yazın. Bax, belə yazaq. Pifagor teoreminə görə A kvadrat üstə gəl 6'nın kvadratı bərabər 10'un kvadratına. Buradan A kvadratı bərabər 10'un kvadratı. Yəni 100 çıx 6'nın kvadratı. 36. Buradan kök çıxır. Bu edir 64. 64 8'in kvadratı olduğundan A da bərabər oldu 8'e. İndi bunun rəngini bir dənə dəyişdireyim. Baxın bura. Bu figurumuzun özüdür. İndi baxın, sinüs bucaq A yazmaqdan sinüs alfa yazıram. Belə daha rahat. Düzbucalı üçbucaqda bunları həll etməyin biraz rahat yollarını sizə izah edim. Baxın bura. Bizdən həm alfanın, həm də betanın sinusunu, kosinusunu, tangensini tapmağımızı istəyib. Düzbucalı üçbucaqda baxın bura. Sinus, bu bucağın sinusu digər bucağın kosinusuna bərabərdir. Kosinus betaya bərabərdir. O da bərabər olur nə? Sinus alfa nəyə bərabərdir? Qarşı katetin hipotenuzə nisbət. 8/10. İndi kosinus alfanı tapıram indi. Bu bucağın kosinusu digər bucağın, yəni digər iti bucağın sinusuna bərabərdir. Sinus betaya bərabərdir. Deməli, bu da nəyə bərabərdir? Sinus alfa. Kosinus alfa. Bax bu. Bitişik katetin hipotenuzə nisbət. 6/10. 5'də 3. İndi yenə düzbucalı üçbucaqda bir bucağın tangensi, belə yazaq da, digər bucağın kotangensinə bərabər. Biz onu keçməmişik deyə
Onu sizdə qeyd eləməyim. Elə tangens alfanı tapaq. Tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetin nisbətinə. 8/6 4/3 1/3. İndi tangens bettanı yazaq. Tangens betta. Bettanın qarşısındakı katetin bitişik katetin nisbəti. Yəni 6/8. O da ixtisar gedir. Olur 4/4. Diqqət edin. Birinin tangensi 3/4 oldu. Digərinin tangensi 4/4 oldu. Yəni düzbucalı tutacaqda birinin tangensini tapdıqsa, o birinin tangensi bunun tərsinə bərabərdir. Keçək növbəti çalışmaya. Bunu verib 2, buranı 3, 90 derece. Bu hissəni tapaq. Deməli, kök altda 2'nin kvadrat üstəgəl 3'ün kvadrat. Pifagor teoremini yazırıq. 4 üstəgəl 9 bərabər kök altda 13. O bu hissə oldu kök altda 13. İndi bura verib x, bura verib z, bura verib y. İndi bunu alfa beta ilə yazaq. Yine dediyimiz kimi düzbucalı tutacaqda buradakı bir bucağın sinusu digərinin kosinüsünə bərabər. Bunu ispat edək. Diqqət edin. Bunu ayrı-ayrı yazacağım sizin üçün. Sinus alfa qarşı katetin hipotenuza nisbəti. Alfanın qarşısındakı 3'dür. Hipotenuz kökdə 13'dür. İndi kosinus alfanı yazıram. Alfaya bitişik katetin 2'nin hipotenuza nisbəti. 2/kökdə 13. İndi baxın kosinus bettanı yazıram. Və yaxud belə yazaq da sinus betta burada yazaq. Və kosinus bettanı burada yazaq. Kosinus betta bax bu. İndi bunu qaralayaq, qara götürək. Bax betta. Diqqət edin. Kosinus bettaya bitişik katetin hipotenuza nisbəti 3/kökdə 13. Sinus betta. Bettanın qarşısındakı katetin hipotenuza nisbəti 2/kökdə 13. Diqqət edin. Bununla bu bir-birinə bərabər oldu. Baxın cavablar. Yəni düzbucalı tutacaqda bir iti bucağın sinusu o birinin kosinüsünə bərabərdir. Və birinin kosinüsü o birinin sinüsünə. İndi bura baxın. Bu birisini göyləyək və qırmızılayaq. Baxın bu. Cavablara baxın. Hər ikisində 2/kökdə 13'dür. Birinin kosinüsü digərinin sinüsünə bərabərdir. İndi nə edək? İndi keçək nəyə? İndi tangens alfanı yazaq. Demək tangens alfa burada demək. Qarşı katetin bitişik katetin nisbəti. 2/3 tangens betta nəyə bərabərdir? Tangens betta. Qarşı katetin bitişik katete nisbət olur 3/2. Burada demək sinüs alfa, kosinüs alfa, tangens alfa tapaq baxın. Sinüs alfa qarşı katetin hipotenuza nisbətidir. Alfa budur, alfanın qarşısındakı katet budur. 2/5. Kosinüs alfa bitişik katetin hipotenuza nisbəti 1/5. Tangens alfa qarşı katetin bitişik katetin nisbəti 2/1. Biz onu tapdıq. İndi bu 2/5 ola bilsin.
məxrəci kökdən azad etməyimizi istəyər. Sürət məxrəci vururuq kökdə 5-ə. Sürətdə olur 2 kökdə 5. Məxrəcdə olur kökdə 25. Yəni bunu da vurdum da həmin kökdə 5-ə. 25-dən kök 5 çıxır. Sürətləri 2 kökdə 5 qaldı. İndi burada bunu da sürət məxrəcini vururam. Yəni kökdə 5-ə. Sürətdə olur kökdə 5. Məxrəcdə olur kökdə 25. 25-dən kök 5 çıxır. Sürətləri kökdə 5. 2-ni də 1-ə bölündə 2-dir. İndi bettanı tapaq. Buranı silək. Bu necə? Betta. Bettanın qarşısındakı katet 1'dir. Baxın bura. Bölürəm nəyə? Hipotenuza olur. Qarşı katetin hipotenuza nisbət. Kosinüs betta. Bettaya bitişik katetin hipotenuza nisbəti 2 bölü kökdə 5. Tangens bettada qarşı katetin bitişik katetin nisbəti 2'də 1 və ya 0, 10'da 5. Bayaq ki, bunu da sürət məxrəcini kökdə 5'ə vursaq, kosinüs bettada bunu yazmışdıq da. Kökdə 5 bölü 5 bu edəcək. Bunu da sürət məxrəcini kökdə 5'ə vursaq, 2 kökdə 5 bölü 5 də bu edəcək. Uzaq başı burada 2'ni 5'ə bölüb 0,4 kökdə 5 yaza bilər. Belə. Nömrə 10'a keçək. Demək, burada AT təm böləndir. Hardan bilirik? Məsələn, bura hərəsinə belə xətt verib. Ne bilirik ki, bu bucaqlar təm böləndir. Bizə deyir, bucaq TAC-nin sinüs, kosinüs, tangensini tapaq. Əvvəl biz bu hissələri tapaq bunları. Görün necə. Diqqət edin bura. Diqqət edin. Bu 6 bölü 10 nisbətindədir. AC bölünsün AB. 6 bölü 10. O da ixtisar 7 olur. 3 bölü 5. Deməli, AT bölünsün AC bölü AB-də həm də bərabərdir CT bölünsün BT-yə. Yəni, bu hissələrin nisbəti bərabərdir bu ədədlərin nisbəti. O da olacaq nə? 3 bölü 5. Buranı götürək 3x. Buranı da götürək 5x. Demək, buna davam edək həllə. Deməli, BC kvadrat Pifaqor teoreminə görə üstə gəl. AC kvadratı bərabərdir nəyə? AB kvadratına. BC bizə verir səkbə buradan bura 8x verir. 8x'in kvadratı. İşte gel AC 6'dır. AB ise 10'dur. 64x kvadratı beraber 10'un kvadratı yani 100 çıx 6'nın kvadratı. 36, 64. Buradan x kvadratı beraber 64, 64'e bölürüm. Edir 1. X beraber 1. X beraber 1 ise CT burada 3x daxil. 3 vur 1. 3. BT'de 5x'dir. 5 vur 1. 5. Şəkil yenidən çəkək. Bizim üçün rahatçılıq olsun. T A B C yox. C. Bura 6'dır, bura 10'dur. BT 5'dir, 3'də CT'dir. Bizdən bu bucağı istəyir. Sinüs, kosinüs, tangens. Ona görə AT-də tapaq. Deməli,
ATEK tənbələn kvadrat. Tənbələn düsturuna əsasən ATEK kvadrat bərabər 6 vur 10 çıx 3 vurulsun 5. Geri verək bu xətləri. Burada kvadrat olmayanda bu kök 6 olur. Bu olur kök 60 çıx 15 45. 45 9 vur 5'dir. 9'dan kök çıxır 3. Deməli AT bərabər 3 kök 5. 3 kökdə 5. İndi iti uzağın sinusu, kosinüsü və tangensinə baxaq. Sinus alfa bərabər qarşı katetin hipotenuzuna nisbəti. Alfanın qarşısındakı katet 3'dür. Bu katet 3'dür. 3'ü bölürəm nəyə? Buna. 3 kök 5. İxtisar gedir qalır. 1 bölü kökdə 5. Bir dəqiqə. Surət məxrəcində bunun kök 5'ə vursaq olur kökdə 5 bölü kökdə 25. 25'dən 5 çıxır. Bu da kök 5. İndi kosinüs alfaya baxıram. Kosinüs alfa. Alfaya bitişik katetin hipotenuzuna nisbəti. 6 böl 3 kökdə 5. 6'nın üstü gedir qalır 2. Surət məxrəc kökdə 5'ə vursam, surətdə olur 2 kökdə 5. Məxrəcdə olur kökdə 25. Biraz yuxarı qaldıraq bunu. (25'dən kök 5 çıxır, surətdə 2 kök 5. Tangens alfa qarşı katetin bitişik katetin nisbəti. 3 böl 6. 1 bölünsün 2. İxtisar gedir. Vəssalam. Tapdıq. Uşaqlar, izahları anlayırsınızsa, çalışın bu videoları paylaşın, başqaları da bundan faydalansın. Rahat başa düşürsünüzsə. Yəni bu xeyir əməldə sizdə bir vasitəçi olun.